Verişlərdə çox vaxt ayırmıram, səmimi deyil. Sizə gəlir ki, Azərbaycanda hamı otursun verişlərə baxır, amma səmimi deyim elə deyil. Yox, mən Azərbaycan mediasına baxıram, Azərbaycanda profesional media da var. Ancaq mən sizə bir şey deyim də, həyatda ən çətin şey vətənə xəyanət etməkdir. Əlbəttə, göz şəkildə mən sizə deyirəm ki, həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Mən o statusda yaşayan insanlara səmimi deyirəm, ən yazığı gəlir, düzdür, Allahın yazığı gəlsin. Amma bunu mən bir bədbəxtlik sayıram. Vətən üçün çalışmaq deməkdir. Və məsələn, o Qarabağdakı separatları təşviq edəndə siz vətənin anlaşılmıdır. Yenə deyirəm, mənim haqqımda nə deyilsindən sonra 5 qat artıqda deyil. Ayətəm sizə, ön videodur, 5 qat artıqda deyil, 10 qat artıqda deyil. Bizə deyirlər, mənim heç iynimə deyil. Amma belə deyil, mən də sizə müəyyən dərəcədə sizin mövcud durumunuzu bir qədər halım acıyır. Mən də istəməzdim, amma 100 minlərlə Azərbaycanla Almaniyada sığınacaq alır. 100 minlər yox, rəqəmlər genişlətməyəcək. 100 minlər deyil, 10 minlər də deyil, 10 minlər də deyil. Azərbaycandakı siz vəziyyətlərdən yalvarırsınız, görürsünüz. Azərbaycan Respublikası vətəndaşı idiniz, yaşayırdınız, hər hansı bir səbəblərdən sonra siz getdiniz, siz öz qərarınızdır. Ona görə də öz həyatda sizin haqqınızda baş verən və bilməyən hadisələrə görə Azərbaycanı günahlandırmaq bu düzgün deyil. Mənim bir səhvləri özünüzə də axtaracaqsınız. Dəvət edin, təhlükəsizliyi yarar. Azərbaycan Respublikası vətəndaşısınızsa, biz hər bir Azərbaycan vətəndaşına dəvət etməliyik. Sizin öz qərarınızdır. Cinayət işi var, istintaqla əməkdaşlıq edin, cinayət işinə cavablarınızı verin. İştirak edilməmişim, özüm məhkəməliyim. Niyə ki, mən hüquqşünas deyirəm, hüquqşünas olduğuma iddia etmirəm, amma sizin barənizdə istintaqlar olub, istintaqla əməkdaşlıq edib mövqeyinizi bildirərsiniz. Amma siz bunun müqabilində siz nə edirsiniz? Misal üçün, Azərbaycanda kimi gördünüz, təhqir etmək, şantaj etmək və s. Bilirik ki, səmimi deyək də, yəni ki, sizdə göstərilmə jurnalistlərdən təşvik edərəm. Yəni, siz özünüzə jurnalist olduğunuza iddia edirsiniz, bu peşəkar jurnalistika deyil. Səmimi deyim, bu peşəkar jurnalistika deyil, sizin ediniz. Müəyyən bir blog esfer ola bilər, blog çərçivəsində fəaliyyət göstərir, yəni sizin şəxsi qərardır. Təşəkkür ederim. Teşekkür ederim. Onlar arzu verəm. Sağ olun.